Bugün pirajki eləmək istəyirəm, duxovkada eləmək istəyirəm. Uşaqlar dedilər ki, mama, o yağdakindən də qızart, onlar ondan sevirlər. Prosta özüm duxovkada eləyirdim ki, sabah artıq məktəbdir də, məktəbə aparsınlar, yağlı istəmirəm. Ona görə elə dedim, həmi yağda qızardım, həmi duxovkada eləyim. Ət də axşamdan yadımdan çıxardım, dondurucudan çıxardım. Ona görə yadımdan çıxır. Ona görə belə indi qoydum. Üstünə də biraz su töküm. Belə həm donu açılsın, həm də bişsin. Belə. Mən də ona kimi xəmiri yoğurum, qoyum, acısın xəmir. Artıq başlayıram pirajkinin xəmirini eləməyə. Bu dəfə duxovkadakı pirajkidən eləyirəm. Yəni uşaqlar yağdakindən də istədilər. Onun xəmiri başqadır əslində, amma yenə də mən bu xəmirdən istəyirəm qızardım. Bu duxovkadakı pirajkinin xəmirindən. Görək inşallah yaxşı alınar. Dedim bir də təzədən o birisi xəmirdən də yoğurmuyum. Çünki işlərim çoxdur. Ona görə elə dedim bunu yoğurum. Oyum acısın, ona kimi mən işlərimi görüm. Bugün bazar günüdür. Uşaqlar da artıq məktəbə getməlidirlər sabah. Ona görə işlərim çoxdur. Burada mən südlə sudu isitmişəm. Elə bir, əgər 1 stəkan süd tökürüksə, 1 stəkan da su olmalıdır. Burada məndə hərəsindən 2 stəkandır. 2 stəkan süd, 2 stəkan sudur. Yarı-yarıya olmalıdır. 2 dənə yumurtadır. 2 dənə yumurta vuracağım. Bir hardasa 3 ya 4 xörək qaşığı semiçka yağı vuracağım. Belə droş. Biraz şəkər qatacağım. Şəkər mənə ver. Biraz şəkər qatacağım ki, biraz elə bir ki, bu şey olmalıdır, dadı. Qəşəng olur onda. Hə, duzdur. Qutarıq, gərək duz əlavə edeyim qaba. Duzu yaxşı tökürəm ki, şey olmasın. Həmi ətlə eləmək istəyirəm, həmi kartuşqana. Ətlə uşaqlar çünki yemir. Ətlə özümüzü eləyirəm, kartuşqala da uşaqlara eləyirəm. İndi yumurtanı, zaten hər şeyi, droju, semiçka yağını vurum. Xəmiri yoğurum, qoyum, acısın. Bizdə də artıq mutik qoymuşuq. Səhər saat 9-dur, uca mutikdir. Yerdə belə, Sara yenə tökdü. Hə, bir də sizə bir şey demək istəyirəm. Keçən dəfə biri mənə deyir ki, yazıb ki, kommentlərdə evini zibilə oxşuyur, zibilliyə oxşuyur. Heç nə yazmadım ona, sadəcə onu blok elədim. O başa düşmür ki, bizim evdə 3 dənə uşaq var. Yaxşı, indi ikisi biraz böyüklər, amma yenə də, hələ də onlar da uşaqdılar axı. Bir dənə də balaca uşaq var. Bax, səhər açılan kimi artıq o buraları tökdü, dağıtdı. Oyuncaqlarını tökdü, açır şkafdan qabları tökür. Bax, mən ona neyniyim, deyim ki, eləmə. Axı, balaca uşaqdır, başına nəyinəsə qatmalıdır ki, mən də işimi görüm. Hə, indi ola bilər də mənim evimdə nəsə yerdə olar, ya uşaqdır, stolun üstündən döşəkcəni yerə salar, ya divandakı paduşkanı salar, ya stolu əyri qoyar. İndi o pis görsənə bilər. Onu başa düşmək lazımdır ki, axı, mənim evimdə uşaq var. Bütün gün mən onsuz da onun dalınca hər şeyi yığıram. Axı, alınmır mən evim bütün gün səliqəli qalsın. İndi videoda ola bilsin, nəsə dağılıq düşür, ona mənə yazıb ki, evin zibilə oxşuyur. Yəni, deyirəm, belə insanlar da var həyatda. Düzdür, mənə elə də təsir eləmir. Çünki bilirəm ki, onlar, nə bilim, elə biləm, onların ürəkləri yoxdur da, əgər onlar elə şey yazırlarsa. Ürəyi olan insan elə şey, kiminsə qəlbini qırmaz. Kiminsə qəlbini qırmaq bu həyatda ən pis günahlardan biridir. Onlar onu başa düşmürlər. Özləri xoşbəxt deyirlər, istəyirlər hamı xoşbəxt olmasın, belə pis yaşasın həmişə. Ona görə elə kommentlər yazırlar ki, qoy hamı məni kimi olsun. Nəysə, dedim, bunu da sizinlə bölüşüm. İndi duru yağı da vurum. Üç qaşıq vurdum mən. 3 xörək qaşığı vurdum, məncə bəsdir. Əslində bu pizza xəmiridir. Mən bunu o vaxt internetdə pizza bişirmək istəyəndə tapmışdım bu xəmiri. Sonra bundan pirajki də elədim. Gördüm nə gözəl alınır bundan pirajki. Ona görə elə artıq neçə ildir mən bu xəmirdən eləyirəm duxovkada pirajkini. İndi də qızardacağım, görüm qızardanda nə tər olur.
Məncə qızardanda da yaxşı olar. Hə, belə. İndi ununu da töküm, hamısını qarışdırım, qoyum acısın inşallah. Xəmiri yoğurdum, belə torbaya bükdüm ki, belə köpəndə, acıyanda parçaya dəyməsin. İndi onu belə büküm, qoyum. Burada acısın. Belə, ət də burada artıq donu açıldı, qaynayır. Belə pişsin. Sonra yağını töküm, soğançasını töküm, soğanını. Bir də şüyüd istəyirəm töküm. Soğanı da bişənə yaxın tökürəm ki, qovrulsun yağda ətlə birlikdə. Bunu da qoyum. Burada da Məleykə kömək edir mamasına, qabları yuyur. Rəna da pastelləri demişəm geçsin, söysün. Çünki bugün çiməcəklər. Bazar günüdür. Dedim ona görə pasteli sökün ki, dəyişək təzəsini eləyək. Sara xanım da burada multika baxır, oturub sakitcə. Hələ ki ağıllıdır. Xəmir artıq acıdı. Açdım, baxdım ki, yaxşı gəlibdi, acıyıbdı. Neçə dəfə baxmışdım, yaxşı deyil idi. Hardasa 1 saat yarıma belə acıdı, bəlkə də biraz artıq qaldı. Sonra da belə əti hazırlamışdım. Sonra kartoşkanı hazırlamışdım, belə püre elədim, içinə şüyüd qatmışam. Soğança eləmirəm, çünki bizdə soğança ilə yemirlər. Nə uşaqlar, nə özümüz pirajkin içində. Ona görə elə belə eləyirəm. Artıq başlayım, pirajkini də hazırlayım, bişirim. Pirajkinin reseptini inşallah yazaram.
siz də istəsiz eləyərsiniz. Əslində mən qabaq heç yazmamışam, nə eləmişəm, o reseptini yazmamışam. Amma görürəm ki, kommentlərdə soruşurlar ki, resepti nədir, yazarsınız zəhmət olmasa. Ona görə mən əslində bu kanal belə yemək kanalı deyil də, yemək bişirirlər, sonra onun reseptini altdan yazıb paylaşırlar. Yəni məndə elə kanal olmadığı üçün ona görə mən yazmırdım resepti. Mən özüm də elə YouTube-da baxıram hər şeyə, oradan öyrənib eləyirəm. Yəni düşünürdüm ki, hamı YouTube-dan baxıb eləyə bilər də, ürək istəsə. Amma görürəm ki, resepti soruşurlar. Ona görə indi bu pirajkin xəmirinin reseptini yazacağam altdan. Videonun altından. Kim istəsə götürüb eləyə bilər. İçinə də kimin ürəyi nə istəyir qoyar. İstəyirsiniz kartuşka, ət, nə bilim ciyər də qoyan var. Mənim qara ciyərdən çox xoşum gəlir. Pirajkidən. Belə vəbşi başqa şeylər də qoyurlar. Yəni kimin ürəyi nə istəyir qoya bilər inşallah. Bunların da üstünü yumurtaladım. Belə qara çörək otu səpdim üstünə. Mən belə sevirəm pirajkinin üstündə. Çörəyin üstündə elə də sevmirəm, düzünü deyim. Amma pirajkinin üstündə olanda qəşəng olur, dadlı olur. Artıq hazırdır pirajkilər də. Aparırım, qoyum duxovkaya, bişsinlər inşallah. Pirajkinin yanında belə acıka da elədim. Qabaq mən məktəbdə pirajki alanda bundan bufetdə olurdu. Ondan xoşdururdum, batırıb yeyirdim. Amma sonra böyüdükcə artıq yeyə bilmədim. Düşündüm ki, ora hamı dişləyir, sonra ora batırır. Ola bilsin ki, kimisə artığıdır, gətirib tökürlər. Bilmək olmaz da. Ona görə ondan sonra yeyə bilmədim. Elə özüm eləyirdim evdə həmişə pirajki olanda belə. İndi uşaqlarda da eləmişəm, seviblər. Ona görə hər dəfə eləyirəm belə. Duxovkadakı pirajkilərimiz hazırdır. Götürüm. Duxovkada ancaq ətli eləmişəm. Çünki uşaqlar duxovkada yemirlər, həm də ətli yemirlər. Elə bunu özümüz eləmişəm. Onlara da yağda qızardıram kartoşkalı. Pirajkilər çox qəşəng alındılar. Duxovkadakı onsuz da həmişə yaxşı alınır. Sadəcə bu xəmirlə mən heç vaxt qızartmamışdım. Yağda eləməmişdim. Yağdakı da qəşəng alındı. Elə axırıncıları qoymuşam qızarsınlar. Baxın belə qəşəng pirajkilər alındılar. Belə köpdülər. Axırıncıları da qoymuşam qızarsınlar. Hazırdır. Kim istəsə eləyə bilər. Bu reseptdən çox gözəl alınır. Qaynanam yoldaşımla getmişdilər bazara, Gəncədəki bazara. Oradan yarpaq alıbdı, tənək gətirdi. Onu dəstələdik. Sara yatmışdı deyə rahat mən də oturub kömək eləyə bildim. Dəstələdik, yığdıq, belə streçlə bütdük, qoyduq dondurucuya ki, qışda işlətmək üçün. Bir də belə şor almışdı. Şoru da böldüm. Nə qədər də çox qoyanda xaladenika soyuducuya o qalır, sonra xarab olur. Ona görə xaladenika az qoyuram. Qalanını balaca belə pingvin paketlərə doldurub qoyuram dondurucuya. Sonra o xaladenikdəki qutarında dondurucudan səni çıxardıram. Bir də belə xama almışdı. Dedi ki, xamalı süzmədir. Doğrudan da çox dadı qəşəng bir süzmədir. Uşaqlar da bəyəndilər, hətta Sara da bəyəndi. Çörəklə xeylaq verdim, yedi. Yəni birinci dəfə idi belə bir şey alırdı, xamalı süzmə. Yəni çox xoşumuz gəldi, dadlı idi, yaxşı idi. Bunu dondurucuya qoymadım, elə az idi deyə qoydum xaladenika ki, işlədək bundan. Bir də yağ yenə aldıq. O keçən dəfə baxanlar bilir ki, biz bazardan almışdıq bu yağdan. Xoşumuz gəldi, ona görə qutarırdı deyə yenə bu yağdan aldıq. İndi bunu əridib, dağ eləyib, tortasını süzüb qoyacağıq, yeməkləri işlədəcəyik. Gedim, baxım görüm divan üçün torba tapa bilirəmmi yekə. Divanı axşam torbanla bükürük ki, pişik gəlməsin üstünə. Burada da istədim sizə ətir şahımı göstərim. Baxın, çiçək açıb artıq. Bunun başını kəsəndən sonra necə gözəl oldu bu. Həm yarpaqları yekəldi, həm görürsünüz çiçək açdı. Burada da var çiçəyi. Qəşəng olubdu. Kəşki əvvəldən elə kəsərdim bunun başını. Yoxsa ki, nə qədər bu qədər uzanmışdı xeylaq. Amma indi çox qəşəng oldu. Belə, burada da gülümüz açıbdı. Bunu da gərək
yığım bunlardan aparım evə. Evdəkilər ucu solurlar, yekəliflər. Bu artıq açıbdır, bu yaxşı deyil. Bunlar da bilmirəm niyə, amma yağış yağır, su olur da bunlara, su içirlər. Niyə bilmirəm, istidəndi nədir, bax belə elə bir şey olurlar, quruyan kimi olurlar. Bilmirəm nədəndir. Belə. Gedim, baxım, görüm. Burada rozulu güldə atıb, görün nə qəşəngdir bu. Çox qəşəngdir bu. Onu da qopardaram, yəqin ki, aparım. Burada da biri var, amma bu hələ ki balacadır. Bu qalsın üstündə. Burada banka gətirib qoyublar. Onu qoyum yerinə. Hər dəfə qoyduqda belə yerinə bankaları. Onda da çox işim olmur. Yoxsa ki, bir neçə dəfə ki yığmadım yerinə, onda yığılır, qalır, pis olur bura. Dağılıq olur bütün. Artıq süstə yığıram bankaları, çünki elə bir yer də yoxdur yığmağa. Çünki hər yeri doldurmuşam bankanla. Ona görə artıq məcburam. Bu 3 litrlikdir, bunu aparım bura. 3 litrliklərin yanına qoyum. Elə dursun burada. Klyonkaya baxasıyam mən. Görüm klyonkanın. Keçən dəfə yadımdan çıxdı, mən onu hara qoydum. Burada bir dənə yekəsi var. Görüm o olarmı? Yox, bu balacadır. Bundan da o vaxtı Sara hələ olmamışdı. Bundan pomidor xiyar əkmişdim həyətdə. Badımcan, bibər əkmişdik. Onları suluyurduq. İndi qalıbdır burada. İndi Saraya görə eləyə bilmirəm. Çünki Sarayla eləyə bilməyəcəm. Hər dəfə düşüb onları sulamaq lazımdır. O da Sarayla alınmır. Orada həyətdə yıxılar. Nəsə olar, sonra peşmançılıq olar. Tapdım. Yekə torba tapdım şükür. Budur. Aparım bunu divanın üstünə eləyim. Balkona. Divanın üstündəkini götürüm. Burada da uşaqlar gəlib çay içiblər. Hələ ki təzədir deyə həvəslənirlər. Təzə-təzə çıxırıq balkona. Havalar soyuq olanda çıxmırıq deyə. İndi havalar istidir, buranı təmizləyirəm. Çıxırlar deyə həvəsləniblər. Gəlib burada çay içirlər, yemək yeyirlər. İndi bunu götürüm üstündən. Həmi çırpım burada. Bir əllə alınmır. Sonra çırparam. Çırpım götürüm. Bunu da belə eləyim. Klyonkanın üstünə eləyim. Klyonka əsl elə bunun üstü üçün imiş. Hər yerini bükə bildim belə rahat. İndi uşaqların veşlərini yığın balkondan. Çünki artıq hava qaralır. Daha gəlməzlər bura. Bunu da çırpım götürüm soğucu. Orada da oyuncaq qalıb. Ora kimi aparıb oyuncaq qoyublar. Aparım bunu da yığım ucu. Yerə dəydi. Sara
Çünki hələ də ağzını alır belə oyuncaqları. Bunu da çırpım qutarım, vəsə. Artıq bir də sabah inşallah gələrlər balkona. Şənbə günü hamı evdə idi deyə, hava da yaxşı idi, isti idi. Ona görə dedik gedək uşaqlarla biraz gəzək, təbiətə çıxaq. Belə biraz havamızı dəyişək. Elə həmişə evdə oluruq demək olar. İndi də artıq havalar isinib deyə belə gəzmək, əsl gəzmək havasıdır. Mən də tez hazırlaşdım. Elə birdən bu qərara gəldik. Ona görə tez tələsik 3 uşaqla hazırlaşdım. Saranın da saçını heç yığa bilməmişdim. Burada da Rəna sinif yoldaşlarından görüb. Onlar hazırlıqdan gedirdilər. Bizim evin yanından keçirlər. Rənanı görüblər. Qızlar söhbət eləyirdilər. Saranın da saçını evdə çatdırmadım, yığam. Dedim, heç nə olmaz. Elə daraq rezin götürdüm. Maşında saçını daradım, yığdım. Saranın da saçını necə yığıramsa, hamısında tökülür. Hələ tam uzanmayıb deyə qabağından, dalından gödək saçları var. Ona görə nətər yığıramsa tökülür. Bir dənə belə keçi yığanda saçını yenə biraz qalır saçı düz, tökülmür. Rahat olur. Ona görə çox vaxt elə belə yığıram. Belə dedik, elə gedək biraz həm uşaqlar gəzsinlər, oynasınlar biraz, həm də özümüz biraz dincələk. Biz burada Göygölün kəndi var, Topal Həsənli deyirlər. Ora çox yaxşıdır. Orada istirahət mərkəzləri də var, həm çay var. Adam oturur, elə oturub o çaya baxmaq nəyə desəz dəyər. Adam dincəlir. Mən çox sevirəm oranı. Sadəcə uşaqla olanda biraz çətin olur. Sara da bir yerdə durmurdu, eləcə gəzmək istəyirdi orada. Orada uşaqlar üçün əyləncə yeri də var idi. Ona görə elə ancaq ki qalmışdım Saranın dalınca qaça-qaça. Biraz qızlara verdim, dedim biraz siz baxın. Amma gördüm yox, orada uşaq çoxdur. Yellənçəkdə də yellənirlər. Dedim bir dən uşaq yanından keçər. İndi Rənanla da Məleykə nə də olmasa uşaqdılar. Tam uşağa baxa bilməzlər. Yellənçəyə dəyər, ya yıxılar, nəyəsə olur da olar. Sonra peşmançılıq olmasın, elə çox vaxt özüm dalınca gəzdim orada. O biraz məni yordu. Amma belə inşallah Sara da böyüsün. Mən də hamı kimi gedib istirahət eləyərəm. Dincələrəm. Hər dəfə deyirik gedək. Amma Saraya görə mən çox vaxt belə ürəksiz gedirəm, düzünü deyim. Çünki ancaq ki qalıram onun dalınca qaça-qaça. Evdə yenə bilirəm ki, evdir də. Bilirəm hara getsə rahat oluram ki, hə orada ona heç nə olası deyil. Mən də rahat işimi görürəm. Amma belə başqa yer oldusa, eləcə mən qalıram onun dalınca ki, birdən nəsə olar, uşağa yıxılar. Yenə bacıları sağ olsunlar, kömək eləyirlər, baxırlar biraz Saraya. Elə evdə də olanda balkonda Saranla dururlar, oynayırlar ondan ki, mən də rahat olum, işimi görüm. Keçən dəfə bunların keçib qarşılanmışdır. Olabiliyor işte. Mən də qara olmaq istəmirəm. Atını çatını kaçın. Atını çatını kaçın. Güzel de ne?